Ki futbolda məsələn bir ara deyirlər ki, qızıl topdan ikisini təsis etmək lazımdır. Biri Messiyə, biri digərlərinə. Azərbaycanda da əslində iki çempionluq kuboku olmalıdır. Biri Qarabağa, biri də ikinci Ayrton komandaya. Çünki Qarabağın aşkar səviyyəcə digər biz bütün klublarımızı üstələyir və indiki şərtlərdə, yaxın illərdə də Qarabağı hansısa bir klubumuzun keçəcəyini mən inanmıram. Belə bir ehtimal da vermirəm. Zirə niyə yaxşı oynayır? Bax, çox qəribədir. Zirə mövsümün gedişində bir ara 13 xal Araz Naxçıvandan geridə idi. Turan Tovuzdan da bir xeyli xal geridə idi. Deyəsən 8-9 xalda Turan Tovuzdan. Zirə indi 12 xal Araz Naxçıvanı qabaqlayır. Turan Tovuzu isə 18 xal. Çünki Zirə qışdan sonra 3-cü, 4-cü dövrə demək olar ki, belə bir nəfəsə keçdi də, dayanmadan keçdi. Çox komanda futbol olaraq artırdı. Niyə görə? Çünki Zirədə artıq bəzi mövqelər futbolçular sabit oynayırlar, keyfiyyətli futbolçular var. Bugün Georgi Papunaşvili və Ayron Gomisin gəlişi komandanın keyfiyyətinin üstünə keyfiyyət qatıb. Bugün İsmail İbrahimli, Ayron Gomis yanında, önlərində Papunaşvili, sağ winger kimi Suma, bu arxalarında Ruan, artıq 5-6 mövqe var ki, bilirsən ki, bunlar həmişə daimi oynayırlar və yaxşı futbolçulardır. Məsələn, əvvəlki illərdə Zirə oynayırdı ortada Hacıağa Hacılıyla və ya İlkin Muradovla. Təbii ki, Ayron Gomis hara, İsmail İbrahimli hara, Papunaşvili hara, İlkin Muradov hara, Hacıağa hara. Yəni, səviyyə fərqi aşkardır. Qışda, yayda Sumaya böyük ehtimal təklif gələcək. 6-7 klub istəyir, onu izləyirlər, gələ bilər. Yəqin ki, bunun da düşünüb Rəşad Sadıqov, yəqin ki, onun mövqeyinə də artıq alternativlər axtarılır. Ümumiyyətlə, Zirə məsələn 3-4 mövqeyə yaxşı transfer edilsə, komanda çox güclənə bilər. Məsələn, mən düşünürəm ki, yaxşı bir qapçıya ehtiyacı var Zirənin. Suma gedəcəksə, sağ winger, mərkəz müdafiəçisi Ruan Renaton yanına, dayaq zonasına bir yarım müdafiəçi ola bilər və bir də mərkəz hücumçusu. 4-5 futbolçu, yaxşı futbolçu götürə bilsə, bu ansambl ilə, deyək ki, Papunaşvili ilə, Ruan Renato ilə, Ayron Gomis ilə, Suma ilə, bunlarla ayaqlaşa bilən futbolçular, bəli, Cibrila var, bunlarla ayaqlaşa bilən futbolçular götürülə bilsə, seleksiya bu ilki kimi yaxşı aparıla bilsə, Zirə mən deyim ki, əgər Avropa Liqasından bu mövsüm Avrokuboklar başlayacaqsa, qrup mərhələsinə konfransa düşə bilər.